İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən 3 nəfərin küllü miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi Yadigar İsrafilov ifadə verib. O ifadəsində bildirib ki, Nizami Alışanı əvvəlcə sosial şəbəkələrdən, sonra isə tanışlarının vasitəsilə tanıyıb və 2022-2023-cü illərdə ona 200 min dollar verib. İlk vaxtlar hər şey yaxşı idi, qoyduğum puldan gəlir qazanırdım. Sonra Nizami ilə əlaqəm kəsildi, ona 2 dəfə pul vermişəm. Mən pul verəndə digər zərərçəkmiş Zeynal Usubov da yanımızda olub. Qazancın 50%-nin mənə verilməsi barədə söhbətimiz vardı. Usubovla eyni vaxtda Nizamini tanımışam. 100 min dollardan 2500 dollar verib. Sonra hər ay 2000 dollar verirdi. Mənə cəmi 40 min dollar verib. 160 min dollar zərərin ödənilməsini istəyirəm. Zərərçəkənin ibtidai istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğundan onun ifadəsi elan edilib. Daha sonra Nizami Alışan sosial şəbəkələrdə qurduğu iş prinsipi haqqında məlumat verib. İş üzrə əsas zərər çəkən kimi 1 milyon 300 min manatını itirən Babək Məmmədzadə ilə elə sosial şəbəkələrdən tanış olduğunu deyib. Babək məni əvvəldən sosial şəbəkələrdən izləyib, birja sahəsində bacarıqlarımı çox yaxşı bilirdi və buna görə də mənim fəaliyyətimi izləyirdi. İlk dəfə o 100 min dollar yatırım edərək bunun qarşılığında qazanc əldə edəcəkdi. Məhkəmənin vaxtı bitdiyinə görə iclas iyunun 23-nə təxirə salınıb. Qeyd edək ki, iş üzrə zərər çəkən qismində 3 nəfər Zeynal Mütəllimoğlu Usubov, Babək Məhəmmədoğlu Məmmədzadə və Yadigar Şibioğlu İsrafilov tanınıb. İttihama görə təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib. Zərər çəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar təşkil edir. Ona Cinayət Məcəlləsinin 178.4-cü dələduzluq, xüsusilə küllü miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Nizami Alışan, ASTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. Babək Məmmədzadə isə Aztelekom MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.